Ricardo de Burgas Bengoechea sabah başlayacaq Copa del Rey'in final maçında baş hakim olacaq. Amma Real Madridin təvəsində bu hakimi tənqid etməyə başlayıblar. Bildiriblər ki, bu cür baş hakim belə bir oyunda söz sahibi ola bilməz. Azarkeşlər də məsələyə qarışıblar, onu təhqir ediblər. Bugün mətbuat konfransı təşkil olundu və mətbuat konfransında Bengoechea göz yaşlarına hakim ola bilməyib, ağlayıb. Hətta o bildirib ki, ailəm belə mənə görə narahat olmağa başlayıb. Real Madrid rəhbərliyi isə mətbuat konfransından sonra federasiyaya şikayət eləyib və bildirib ki, bu baş hakimi oyundan uzaqlaşdırmaq lazımdır. Bir baş hakim ki, maçdan öncə ağlasın, necə belə bir böyük oyunu idarə edə bilər? Amma federasiya Kral klubunun şikayətini qəbul etməyib. Sabah Copa del Rey final maçında məhz Ricardo de Burgas Bengoechea söz sahibi olacaq. Qeyd edim ki, Copa del Rey final maçı Real Madrid Barcelona görüşü sabah gecə saat 12-də başlayacaq.